Salam uşaqlar. Deməli biz bugün informatikadan informasiya və informatika mövzusunun izahını edəcəyik. Demək, informatika termini informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni, informasiya sözünün info hissəciyindən, avtomatika sözünün isə matika hissəsindən ümumilikdə informatika sözü əmələ gəlmişdir. Ümumilikdə informasiya sözü latın sözündəndir. İndi isə informasiyanın tarixi yoxsa informatikanın tarixi daha qədimdir, ona baxaq. Deyirik ki, informasiyanın tarixi daha qədimdir. Nəyə görə? Baxın, burada ibtidai icma quruluşunda insanların təsviri verilmişdir. Və bu zamanda insanlarda hələ nitq inkişaf etməmişdir. İnsanlar arasında müəyyən səslərlə, küylər, işarələr və s. bir-birilərindən əlaqə qururdular. Bir-birlərinə informasiya ötürürdülər. Amma informatikanın tarixi isə kompüterlərin yaranmasına gəlib çıxır. Yəni, bu da 1960-cı illərdə meydana gəlmişdir. Ona görə deyirik ki, informasiyanın tarixi informatikanın tarixindən daha qədimdir. İnformasiya inqilabları 4 hissədən ibarətdir. Ümumiyyətlə, inqilab deyəndə biz yeni üsul, vasitələrin yaranması nəticəsində mümkün olan irəliləyişlərdir informasiya inqilabları. Birinci inqilab yazının yaranması, ikinci inqilab kitab çapının kəşfi, üçüncü inqilab elektrikin meydana gəlməsi, dördüncü inqilab isə fərdi kompüterlərin yayılması və mikroprosesor texnologiyalarıdır. İnsan bir neçə informasiyanı qəbul edə bilər. Bu informasiyalar bizim duyğu üzvlərimiz vasitəsilə qəbul edilir və qəbul edilən informasiyanın adları da həmin duyğu üzvləri vasitəsilə biz bunları görə bilərik. Birinci, bizim 5 duyğu üzvümüz var. Göz, qulaq, dəri, burun və dil. Qəbul edilən informasiyanın adı isə göz duyğu üzvümüz vasitəsilə biz vizual informasiya qəbul edirik və ən çox da vizual informasiya, yəni göz yaddaşı dediyimiz təxminən 90%-dir. Yəni, informasiyanın ən çoxu göz vasitəsilə qəbul edilir. Qulaq vasitəsilə səs informasiyası, dəri vasitəsilə taktil, burun vasitəsilə qoxu, dil vasitəsilə isə biz dad informasiyası əldə edirik. Amma daha çox və dəqiq informasiya almaq üçün biz müxtəlif alətlərdən istifadə edirik. Məsələn, xəttkeş, tərəzi. Tutaq ki, biz göz vasitəsilə baxırıq ki, təxminən burada nə qədər kütlə ola bilər. Amma biz tərəzi vasitəsilə o kütlənin dəqiq ölçüsünü ölçə bilərik. İnformasiya mübadiləsi dedikdə, ümumiyyətlə informasiya xəbər, məlumat deməkdir. İnformasiya mübadiləsi də xəbər mübadiləsi kimi biz başa düşməliyik. Bizə lazımdır informasiya mənbəyi, rabitə kanalı və informasiya qəbul edicisi. İnformasiya mənbəyi məlumatı ötürəndir, yəni məlumat mənbəyidir. İnformasiya qəbul edən isə mənbədən alandır. Rabitə kanalı isə biz informasiyanı ötürdüyümüz həmin o kanaldır. Məsələn, müəllim, bu isə şagird. Müəllim şagirdə informasiya ötürür. Nə vasitəsilə? Tutaq ki, nitq vasitəsilə. Bizim nitqimiz olacaq rabitə kanalı, informasiya mənbəyi oldu müəllim, qəbul edən isə oldu şagird. İnformatika elminin 3 əsas tərkib hissəsi var. Hardware, texniki və ya aparat təminatı, yəni kompüter, kompüterin bütün qurğuları bura aiddir. Software, proqram təminatı, yəni kompüterdə olan bütün proqramlar bu qrupa aiddir. Brainware isə alqoritmləşdirmə və proqramlaşdırma bu qrupa aiddir. İndi isə keçirik informatika elminin istiqamətlərinə. İnformatika elminin 5 istiqaməti mövcuddur.
nəzəri informatika bura aiddir. İnformasiya nəzəriyyəsi, kodlaşdırma kimi anlayışlar, hesablama texnikası, kompüterlər, kompüter şəbəkələri və onların quruluşu, alqoritmləşdirmə və proqramlaşdırma, bura isə aiddir proqramların yaradılması. Tətbiqli informatika adından göründüyü kimi tətbiqi proqramlar, informasiya sistemləri, informasiyanın həyatda tətbiqi. Süni intellekt istiqamətində isə düşünə bilən qurğular, məsələn, üz tanımadır, özü öyrənmədir, nitq tanımadır və s. Verilən informasiya və bilik. Verilən nədir? Baxın, burada 3 kompüter var. Mən bunları nömrələyirəm. Birinci, ikinci və üçüncü. Birinci kompüterin ekranında yazılan məlumatlar, rəqəmləri, hərfləri oxuya bilirik. Amma biz buradan nə isə informasiya əldə edə bilmirik. Yəni, burada heç birinin mənası yoxdur. Buna görə də deyirik ki, kompüterin yaddaşında olan hər şey adlanır verilən. Yəni, biz bunları başa düşmürük. İkinci kompüterin ekranında isə oxuduğumuz məlumat bizə məlumdur. Yəni, mənası var. Bu zaman deyirik ki, istifadəçinin başa düşdüyü alacaq informasiya. Bilik isə dərk olma vasitəsilə əldə edilənlərdir. Məsələn, mən deyirəm ki, S bərabərdir A vur B düsturu ilə biz düzbucaqlının sahəsini hesablaya bilərik. Bu zaman uşaq informasiya əldə etdi. Amma mən desəm ki, 40 bərabərdir A vur 5, bu zaman A-nı əgər 8 tapa biliriksə, artıq bu bilik mərhələsindədir. Yaxud da, belə deyək, deyirəm ki, hazırda havanın temperaturu 16 dərəcədir. Hər saatda temperatur 2 dərəcə artır. 2 saatdan sonra temperatur nə qədər olacaq? 16 dərəcədir hazırda. Hər saatda 2 dərəcə artırsa, 2 saatdan sonra temperatur 4 dərəcə artacaq və ümumilikdə 20 dərəcə olacaqdır. İnsan informasiyanı nə vaxt alır, nə vaxt almır. Deyirik ki, əgər dinləyici söylənilən fikri başa düşə biləcək bazaya malik deyilsə, bu zaman informasiya almır. Məsələn, biz birinci yaxud ikinci sinif şagirdinə trigonometrik funksiyalar, loqaritmik funksiyalardan nə isə izah edə bilməyəcək. Çünki onun başa düşməsi üçün bu baza onda yoxdur. İkinci, nə vaxt istifadəçi informasiya alır? Söylənilən fikri başa düşmək üçün bazası olan dinləyici informasiya almış olur. Üçüncü mərhələdə, əgər deyirik dinləyici aldığı məlumatı əvvəlcədən bilirsə, artıq onun üçün heç bir yenilik yoxdursa, bu zaman istifadəçi informasiya almır. Məsələn, hər hansı bir xəbərdən bizim məlumatımız var. İkinci bir şəxs gəlir bizə həmin məlumatı yenidən çatdırır. Bu zaman bizim üçün yenilik olmadığına görə biz də bu zaman informasiya almırıq. İnformasiya prosesləri. İnformasiya prosesləri 4 əsas hissədən ibarətdir. İnformasiyanın toplanması, saxlanması, ötürülməsi və emalı. İnformasiyanın toplanması nə deməkdir? Məsələn, müəllim sizə hər hansı bir mövzu haqqında esse hazırlamaq tapşırıb və bunu sizə 5 səhifəni aşmamağınızı bildirib ki, əgər bu esse, bu məlumat 5 səhifədən ibarət olmalıdır. Nə az, nə də çox olmamalıdır. Siz gedirsiniz, informasiya toplayırsınız. Ola bilər internetdən, ola bilər kitablardan və s. İnformasiyanı topladınız, gəldi oldu bu 15 səhifə. 15 səhifə. İndi siz bu 15 səhifəni elə eləməlisiniz ki, 5 səhifəyə gəlib çıxsın ki, siz bu məlumatı müəlliminizə ötürə biləsiniz. Bunun üçün biz informasiyanı emal edəcəyik. Emal mərhələsi nədir? İnformasiyanın məzmununun və yaxud təqdim olunma formasına dəyişdirilməsidir. Necə dəyişdirə bilərik bu informasiya emalını biz ki, 15 səhifədən
gəlsin 5 səhifəyə düşsün. Bunun üçün biz nə edirik? Yeni informasiyanın yaradılması, yəni 15 səhifədən 5 səhifəyə düşülməsi. Kodlaşdırma. Ola bilər ki, sizin bu 15 səhifəlik məlumatın içində rus dilində, ingilis dilində və yaxud hansısa xarici bir dillərdə məlumatlar var. Siz təbii ki, bunları tərcümə eləməlisiniz, kodlaşdırmalısınız, şifrələməlisiniz və s. Tərcümə etdikdən sonra gəlirik informasiyanın axtarışı. İnformasiyanın axtarışı o deyil, gedib hardansa informasiya axtarasınız. Bu 15 səhifənin içindəki məlumatlardan nə isə axtarmaqdır. Yəni, həmin o məlumatın daxilində nə isə axtarmaqdır. Daha sonra gəlirik çeşidləməyə. Müəyyən qanunauyğunluqla məlumatları sıralamaq mümkündür. Tutaq ki, sizə mövzu verilib fərdi kompüterlərin yarandığı dövrdən ta ki, bu günümüzə qədər olan nəsilləri, kompüterlərin növləri və yaxud da başqa bir mövzular ola bilər. Və siz də bunu xronoloji ardıcıllıqla, yəni artma, azalmaya, yaxud da əlifba sırasına görə çeşidləyə bilərsiniz. Gəldi bu məlumatlar emal olundu, düşdü 5 səhifəyə. Siz bu məlumatları saxlayırsınız kompüterin yaddaşında, hər hansı bir xarici yaddaş qurğusunda, fərq etməz. Daha sonra siz bu 5 səhifəyə çatdırdığınız məlumatı artıq ötürürsünüz qarşı tərəfə. Demək, informasiyanın toplanması, daha sonra emal edirik, saxlanması, sonra isə ötürülməsi. Burada giriş və çıxış informasiya haqqında məlumat var. Deməli, belə deyirik. Deyirik ki, emaldan əvvəlki informasiya giriş informasiyadır. Emaldan sonraki informasiya isə çıxış informasiyadır. Yəni, bayaq biz 15 səhifə ilə giriş elədik. 5 səhifə ilə çıxdıq. Yəni, biz 15 səhifəmiz giriş informasiyaydı, 5 səhifəmiz isə çıxış informasiyadır. Belə də deyə bilərik ki, məsələn, videonun montaj edilməsi, montajdan əvvəlki vəziyyət giriş informasiyadır. Montajdan sonraki vəziyyət isə çıxış informasiyadır. İnformasiyada obyekt üzərində emal prosesinin icraçısı, yəni subyekt tərəfindən aparılır. Bu subyekt insan və yaxud da kompüter ola bilər. İnformasiyanın əsas xassələri. Nədir informasiyanın əsas xassələri? İnformasiyanın xassələri burada mən bir neçə xassəsini qeyd eləmişəm. İnformasiyanın 30 xassəsi, 40 xassəsi və yaxud da 50 xassəsi ola bilər. Baxır situasiyaya. Bir neçə xassəsini izah edəcəm. İnformasiyanın tamlıq xassəsi. Nədir tamlıq xassəsi? Biz burada deyirik ki, informasiya hər tərəfli, dolğun, tam olmalıdır. Nümunə gətirək. Tutaq ki, siz sabah bir dostunuzla görüşdəsiz. Və siz dostunuza bildirirsiniz ki, sabah biz görüşərik. Burada tamlıq xassəsi pozulur. Niyə görə? Çünki siz həmin dostunuza görüşdüyünüz məkanı və görüşdüyünüz saatı bildirmirsiniz. Əgər siz bildirsəydiniz ki, sabah biz filan yerdə, filan saatda görüşəcəyik, bax bu zaman tamlıq xassəsi qorunmuş olardı. Etibarlılıq xassəsi təhrif olunmamış, yəni dəyişdirilməmiş, bir neçə mənbədən dəqiqləşdirilmiş informasiyadır etibarlı informasiya. Tutaq ki, siz hər hansı bir sosial şəbəkədən, deyək ki, ikinci cəhd imtahanlarının cavablarının açıqlanması ilə bağlı məlumatla rastlaşmışsınız ki, sabahları cavablar açıqlanacaq. Amma siz bunu etibarlılığını yoxlamaq üçün Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytından məlumat əldə edə bilərsiniz. Yəni, bunu biz bir neçə mənbədən dəqiqləşdirməliyik. Yaxud da, əgər sizin müəlliminiz sizə hər hansı bir məlumatı veribsə, bu artıq etibarlı informasiya sayılır. Çünki müəllim burada artıq etibarlı informasiyadır. Yəni, etibarlı informasiya vermiş sayılır. Yəni, siz müəllimin bildirdiyini gedib hər hansı bir yerdən dəqiqləşdirməyə ehtiyac yoxdur. Yaxud da məktəbdə tutaq ki, deyək ki, hər hansı bir sinif yoldaşınız sizə məlumat verir ki, sabah
dərs olmayacaq. Təbii ki, bu etibarlı olmayacaq. Siz bunu etibarlı mənbə kimi müəlliminizə yaxınlaşıb etibarlı olub olmadığını yoxlaya bilərsiniz. Aktuallıq müasir dövrlə yaxlaşan günümüzün tələbinə uyğun olan informasiyadır. Tutaq ki, bugün hava yağışlıdır. Siz harasa getmək istəyirsiniz və özünüzdən bugün çətir götürməlisiniz və dünənki hava proqnozunun sizə heç bir adiyi olmayacaq. Obyektivlik şəxsi fikirlərin təsirinə məruz qalmayan informasiyadır. Yəni burada, məsələn, mən deyirəm ki, hava bugün çox istidir, yaxud hava soyuqdur, yaxud deyək ki, ən gözəl fəsil payız fəslidir və s. Burada artıq obyektivlik pozulur. Nəyə görə? Çünki havanın isti olmağı mənə görədir. Ən gözəl fəsil payız fəsli yenə də mənim fikrimə görədir. Amma mən desəm ki, bugün havanın temperaturu 27 dərəcədir. Bu daha obyektiv olar. Anlaşıqlıq xassəsi. Başa düşülən informasiya. Yəni bu mənə aydındırmı? Başa düşürəmmi? Məsələn, musiqi notlarından anlaşılı olmayan bir şəxs üçün hər hansı bir informasiya versək, onun üçün anlaşılı olmayacaq. Yaxud da bayaq dediyimiz məsələ, birinci yaxud ikinci sinif şagirdləri üçün biz trigonometrik funksiyaları izahını edə bilmərik, çünki onun üçün anlaşılı olmayacaq. Adekvatlıq xassəsi. İnformasiya obyektinin istifadə olunacaq məqsəd və vəzifələrinə uyğunluğudur. Məsələn, mən bunu həmişə uşaqlar üçün pi misalı ilə çəkirəm. Biz bilirik ki, pinin təxminən 3,14 qiyməti var və biz bunu riyazi toplularda pinin 3 qiymətini görürük ki, qalıqlı ədədlər alınmasın deyə və biz bunu riyazi məsələ üçün tətbiq edirik. Və yaxud da başqa bir məsələdə mən tutaq ki, çox dəqiq riyazi məsələlər icra edirlər. Tutaq ki, yerin orbitinə pek göndərmək lazımdır və bu riyazi qiymətlər bizə pi qiyməti lazım olacaqsa, biz artıq pinin təxmini 3,14 qiymətindən yox, pinin nə qədər ki tam qalıqlı hissələri var, bax ondan istifadə edəcəyik, çünki orada qəzalar ola bilər. Ona görə deyirik ki, informasiya obyektinin istifadə olunacaq məqsəd və vəzifələrə uyğunluğudur adekvatlıq xassəsi. Faydalılıq təbii ki, qarşıya çıxan problemin həlli üçün yararlı informasiya. Bizim qarşımıza çıxan hər informasiya bizim üçün faydalı deyil. Bu dəqiqə internet resurslarında kifayət qədər məlumatlar var və bunların əksəriyyəti bizim üçün faydalı olmaya bilər. Əlçatanlıq informasiyanı əldə edilmə imkanıdır. Emosionallıq isə insanda müxtəlif emosiyaların yaratma, tutaq ki, kədər, sevinc və s. yaratma imkanıdır. İnformasiya iki hissədən ibarətdir. İki növdən ibarətdir. Analoq və rəqəmsal. Analoqun digər adı kəsilməz, rəqəmsalın digər adı isə diskretdir. Analoq informasiya harda olur və rəqəmsal informasiya harda olur? Əvvəla onu deyək ki, rəqəmsal informasiya yalnız rəqəmsal qurğuların daxilində olur. Rəqəmsal qurğu dedikdə, ümumiyyətlə rəqəmsal qurğu nədir? Kompüter, telefon, planşet, rəqəmsal fotokamera, rəqəmsal videokamera, CD və yaxud da DVD disklər. Həmçinin xarici və yaxud da daxili yaddaş qurğularının hamısı rəqəmsal informasiyalarla zəngindir. Analoq informasiya isə kənarda, yəni təbiətdə olan, bu sadaladıqlarımızdan kənarda olanların hamısı analoq informasiyadır. Tutaq ki, telefonun daxilində biz deyirik ki, rəqəmsal. Niyə deyirik bunlara rəqəmsal? Çünki, məsələn, mən adicə kompüterdə bir A hərfi yazaramsa, kompüter bunu A hərfi kimi yox, 1-0-1 kimi görür. Yəni, rəqəmlər şəklində. Təbii ki, kompüterdə ümumiyyətlə rəqəmsal qurğular hamısı ikilik say sistemində işləyən qurğulardır. Balaca bir A hərfi yazsam, mənim üçün bu böyük A və yaxud da kiçik A-dır. Amma kompüter bunları tam ayrı simvollar kimi görür. Tutaq ki, balaca A-nı da görəcək 1-0-0 kimi. Yəni, bunlar rəqəmsal qurğudur. İstəyir mətn informasiyası, istər qrafik təsvirlər, istər video, istər səs. Bunlar hamısı kompüterin yaddaşında rəqəmlər formasında saxlanılır. Burada iki mobil telefon arasında olan informasiya göstərilib. Hər ikisinin daxilində informasiya rəqəmsaldır.
Burada isə analoqdur. Rəqəmsal informasiya, ümumiyyətlə informasiya mübadiləsi bayaq qeyd elədiyimiz kimi insanlar arasında və yaxud da qurğular arasında da ola bilir. İki rəqəmsal qurğu arasında mübadilə. Burada informasiya mənbəyi bir kompüterdir, qəbul edən isə digər kompüterdir. Rabitə kanalı isə telefon xəttidir. İndi belə yadımızda saxlayırıq. Deyirik ki, rəqəmsal informasiyanın analoq informasiyaya keçirilməsinə deyəcəyik modulyasiya prosesi. Analoq informasiyanın rəqəmsal informasiya keçməsinə isə deyəcəyik demodulyasiya prosesi. Uşaqlar bunu rəqəmsaldan analoqa keçəndə modulyasiya prosesi yadda saxlayırıq. RAM-ın baş hərfləri. Ən sadə yol. Digər tərəfdən isə demodulyasiya prosesidir. İnsan səsi analoqdur. Mikrofonda analoqdur. Digital, rəqəmsal. Artıq burada kompüterin daxilindədirsə rəqəmsaldır və səs ucaldana keçid edibsə analoqdur. İnsan qulağı da bunu eşidəcək, təbii ki, analoq. Digital to analoq, rəqəmsaldan analoqa. Analoq to digital, analoqdan rəqəmsala çevirəcək. Və belə də deyirik ki, rəqəmsaldan analoqa keçəndə analoq çeviricidir, analoqdan rəqəmsala keçəndə isə rəqəmsal çevirici adlanır. İnformasiyanın təqdim edilmə formaları. Ümumiyyətlə, informasiya bizə bir neçə təqdim edilmə formalarında qarşımıza çıxa bilər. Mətn formasında ola bilər, ədəd formasında, qrafik formada, səs və video formasında ola bilər. İnformasiyanın ən sadə təsvir forması ədəd və ya işarə olur. Ən mürəkkəb təsvir forması isə çertyojlar, sxemlərdir ki, məsələn, belə deyək də, tutaq ki, biz yol gedirik, yolda təmir işləri gedir və böyük bir lövhədə bu mətn formasında bizim qarşımıza çıxırsa, biz bu mətni oxumaq üçün bizə müəyyən bir qədər vaxt lazımdır. Amma həmin yolda təmir işləri gedəcəyi ilə bağlı bir nişan varsa, təbii ki, bu bizim üçün daha anlaşıqlı olardı. Gəldik sona. Ümid edirəm, mövzumuz sizə tam aydın oldu. Gələn dərslərdə, gələn izahlarda görüşənədək. Sağ olun.